İndiki qızlar özlərinə müasir, yaraşıqlı və imkanlar axtarırlar. Əvəzində bəs nə? Sən təksən, başqa nə? Və salam. Laf düşünək ki, sən dünyanın ən gözəl xanımısan. Əgər sən bacarıqsın biri bütün günü gəzib əylənib pul dağıtmaq istəyirsənsə, nəyimə lazımdır sənin gözəlliyin? Yəni sən düşünürsən ki, bu qədər uğurlu insan sənin gözəlliyinə görə minuslarına göz yumacaq? Bəs gələcəkdə doğulan uşağın tərbiyəsi ilə kim məşğul olacaq? Təkcə atası, bəs ana nəyə lazımdır? Sənin bu boyda dırnaqların, Instagramda reklam etdiyin öz şəkillərin və yaxud şirtdiyin dodaqların elə bilirsən gələcəkdə bizim evladımız üçün gözəl bir tərbiyə olacaq? Biz öz münasibətimizi türklərin negativ serialından yığdığın təcrübəyə qurban verəcəyik. Bu asport fikirlərini kənara qoy. Əgər həqiqətən də belə bir oğlan axtarırsansa, o oğlan səninlə bir yerdə qalxmalıdır. Çünki hər bir güclü biznesmenin arxasında güclü bir qadın dayanır və bu qadın sən ola bilərsən.